New York'un simvollarından birisi də nədir? Məhz bu gördüyünüz yerdən çıxan tüstülərdir. Burada görürsünüz. Bəs bu yerdən çıxan bu tüstülər nədir? Bu tüstü deyil əslində buxardır. Bu buxarı New York'un bütün küçələrində görməyiniz mümkündür. Səbəbi də odur ki, New York deməyək, Manhattan'ın bütün altında belə deyim, buxar şəbəkəsi mövcuddur və bu buxar şəbəkəsi bütövlükdə Manhattan adasını, New York'un ən məşhur yeri Manhattan adası sayılır. Manhattan adasını istilik sistemi ilə təmin edir, nə bilim, suyudur, evlərin qızdırılmasıdır və s. və ilə axırda hamısı bu buxar şəbəkəsi vasitəsilə dünyadakı ən böyük buxar şəbəkəsi elə məhz bu hesab olunur və şəhərin altı ilə gedir. Məsələn, ona görə də bu cür küçələrin arasında, fikir verin, bu cür küçələrin arasında bu buxarlar çıxır yerdən və New York'un demək olar ki, New York deməyim daha doğrusu, Manhattan'ın bütün küçələrində məhz bu yerdən çıxan buxarları görmək mümkündür.